Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve əcilli vəlikən fərəz. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun inşallah. Əziz xanımlar, bugün 3-cü dərsimizdeyiz. Ərəb əlifbasını öyrənməyə davam edirik və bir hədislə dərsimizi başlayaq. Həzrəti Peyğəmbər sallallahu buyurub, Tanrı ilə danışmaq istəyən Quran oxusun. Bugün 3 hərf yenə keçəcəyik. Bu hərflər cim, hə, xo. Bu hərflər cim Azərbaycan dilindəki z səsi kimidir və bu cür yazılır. Ortasında nöqtəsi var. Təkdə gələn forması, əvvəldə gələn forması, ortada gələn forması və sonda gələn forması. Eyni hərfdir demək olar, ancaq nöqtəsi yoxdur. Hə hərfi təkdə gələndə, bu əvvəldə gələndə, bu ortada gələndə və bu sonda gələndə. Yenə də eyni hərfdir, sadəcə olaraq nöqtəsi başındadır. Xa, əvvəldə gələn xa, ortada gələn xa və sonda gələn xa. Əziz xanımlar, cim hərfi Azərbaycandakı c səsinə yaxındır, incə hərfdir. Hə hərfi isə ancaq fərqlidir. Belə ki, boğazın dərinliyindən və xuluqundan tələffüz olunur. Hə, məsələn, qul huvallahu əhəd kəlməsində və yaxud da əlhəmdülillah kəlməsindəki hə, boğaz hərfi. Digər hərfimiz isə xa hərfidir. Bu hərfimiz iç qalın hərfimizdir. Xa, Azərbaycan dilindəki x səsinə yaxındır. Bu bizim hərflərimizdir. Cim, hə, xa. 4 şəkildə yazılır. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.